Salam hörmətli izleyiciler. Xəzər rayon Türkan qəsəbəsi dəniz kənarı küçəsi. Bu gördüğünüz direk, telefon direği. Bu vəziyyətdədir. Hər an bu yerə yıxıla bilər, tərpənir. Bana telefon idarəsinin işçiləri nə səbəbdənsə görmürlər. Artıq bir neçə gündür ki, 3-4 gündür ki, bu vəziyyətdədir. Dəniz kənarı küçəsində internata gedən yolda. Çok biabırçılık vəziyyət. Bu kiminsə üstünə düşsə, kiminsə az yaşlı övladının üstünə düşsə, bunu məhv edə bilər, uşağı, körpəni tələf edə bilər. Məhəllə marketin yanı çox biabırçılıq vəziyyət. Telefon direği, bu ateistdə 59 saylı ateistdə işləyənlər nə səbəbdən bunu görmürlər və yaxud da görürlər, özlərini görməməzliyə vururlar. Xahiş edirik ki, bu ilə əlaqədar qurumlar bu məsələ ilə bağlı tədbir görsünlər. Təcili bu direği değiştirsinlər. Əks halda burada hər an hadisə ola bilər. Gördüğünüz gibi direk sınıb. Ancaq qalınmanın yıxılmayı yolu bağlasın və hansısa maşının üstünə düşsün, bədbəxt hadisə baş versin. Təhlükəli bir vəziyyət, qəzalı vəziyyət. Ateist işçiləri nə səbəbdən göz yumur anlaya bilmirəm.